300 manatla mən demək istəyirəm ki, İlham Əliyev sən dolana bilərsən, hə? O yanındakı quldur məmurlar var, ha, deputatlar o. Yoldaşımı şərif həbsə salmısınız. Zəhmət çəkin gətirin mən uşaqlarımın davasının dərmanını ödəyin, xərcini ödəyin. Yəni çatdıra bilmirəm. Dayanmayacağam. Hər həftə aksiyalarım davam edəcək İlham Əliyev, bunu bilin. Necə olur ki, İlham Əliyevin qızı Leyla xanıma iti bizdən yaxşı dolanır vallahi. Onların necə? O Leyla Əliyevanın iti bizdən yaxşı dolanır vallahi. Şikayətiniz nə ilə bağlıdır? Ona verilən, ona xərclənən pullar heç mənim uşağıma vallahi yoxdur xərci. Gəldilər yenə qoy söz. Bu üzünüzü niyə bağlıyorsunuz siz? Nə ilə bağlıdır? Buyurun qəbul olsun. Uşaqlarımın müalicəsilə gəlmişəm. Üzlərində bağlıdır və bir nincadılar. Vallahi heç nə ki üzlərini tanımasınlar. Keçmirəm, qoy sözümü deyim. Ona qoymuşsunuz burada deyək. Bu ölkəni polislər idarə edir, başa düşmədim. Mən qanunla sosial yardımı elə kəssinlər ki, mən uşaqlarımı saxlaya bilim. Yəni bunu axıra kimi tələb eləyəcəm. Hədə qorxuları baş tutmadı, dəlxana söhbətindən mən qorxmadım. Ondan sonra nə bilim, gəlib evdə başını kəsəcəyik, bundan da mən qorxmadım. Mən daha da irəli gedib uşaqlarımın haqqını tələb eləyəcəm, bunu bilin. Qoy bir sözümüzü deyək də. Yəni ki, uşaqlarımın müalicəsini tələb edirəm İlham Əliyevdən. Bir dəqiqə uşağı incitməyəm, qoy sözümüzü deyək. Onu bilin, sosial yerə kəssinlər ki, mən uşaqlarımın dərmanını ala bilim. Ona buna niyə mühtac olmalıyam? Neft ölkəsidir, cəmaət açısından qızdırır uşaqlar. Uşaq pulu tələb edirəm.